Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kovulmuş, taşlanmış şeytanın şerrinden Rahman ve Rahim olan Aziz Allah'a sığınırıq. Aziz Allah'ın xeyrinə, bərəkətinə, qorunmasına sığınırıq ki, Allah da bizi qorusun gözəl insanlar. Allah'a sığınmaq, Allah'ın buyurduğu kimi yaşamaqdır. Biz de Allah'ın buyurduğu kimi yaşayaq, yaşamağa çalışaq ki, Allah bizim ağlımızı, irademizi, vicdanımızı, insanlığımızı qorusun. Bizə bərəkət versin, gözəl insanlar. Bu videomu mən Qurban Bayramı ilə, Qurban Bayramı mesajı kimi çəkmişəm. Gözəl insanlar, istəyirəm ki, əziz xalqımızın Qurban Bayramını təbrik eləyəm bu video ilə. Həm də bu Qurban Bayramı mesajından da istifadə edərək Qurbanın bir özətini sizə çatdırmaq istəyirəm. Birinci demək istəyirəm ki, gözəl insanlar, bütün ibadətlər kimi Qurban ibadətdə insanlıqla yaşıdır. Yəni, Qur'an-ı Kərimlə başlamamışdır. İnsanlıqla yaşıtdır deyirəm. Qurban ibadəti də insanlıqla yaşıtdır, həcc ibadəti də, namaz ibadəti də, hamısı oruc tutmaq ibadəti də Qur'anın təsbitinə görə insanlıqla yaşıtdır. Biz insanlıq karvanına qoşuluruq. Niyə görə? Çünki bizim dinimiz, bizim Qur'anımız, bizim rəsullarımız bütün insanlığa rəhmət üçün gəlmişdir. Gözəl insanlar. İbadətlər nə üçündür? Bax, ibad sözündəndir, qulluq sözündədir. Bizə qulluğu öyrədir. Deyir ki, qulluq, ibadət və itayət ancaq Allahadır. İbadətlər bizə Allaha qulluğu, Allaha təslimiyyəti, Allahla aramızdakı sağlam bağı təsis etmək üçündür. Bizə deyir ki, ibadətlər, Allahdan başqa itayətə, ibadətə layiq heç bir varlıq yoxdur. Ey insan, Allahla arana heç bir şey qoyma. Eyni zamanda ibadətlər, gözəl insanlar, bizim ağlımıza kömək eləmək üçündür, iradəmizə kömək eləmək üçündür, qəlbimizə kömək eləmək üçündür, əxlaqımızı gözəlləşdirmək üçündür, imanımızı gücləndirmək üçündür. Elə bil ki, enerji qaynaqlarıdır. İnsan bir yolçuluqdadır. Bu yolçuluqda insana enerji qaynaqları var ki, bu insan çətin həyat yolunu şərəflə, gözəl şəkildə yaşasın, geçsin və axirətinə, Allahın huzurunda da imtihanını versin. Bu çətin yolda, enişli, yoxuşlu yolda insanın enerji qaynaqlarına ehtiyacı var. O enerji qaynaqlarından biri də nədir? İbadətlərdir, gözəl insanlar. Üçüncü mesajım bundan ibarətdir ki, Qurban ibadəti həcc ziyarətinin bir parçasıdır. Qurban ibadəti həcc ziyarətinin bir parçasıdır, gözəl insanlar. Uca Allah Qur'an-ı Kərimdə buyurur ki, həcc, diqqət edin burasına lütfən, Allah'ın insanlar üzərindəki haqqıdır. Təkrar edirəm bu ayəni. Uca Allah buyurur ki, həccə getmək, həcc ziyarətinə getmək Allah'ın insanlar üzərindəki haqqıdır. Kim bir yol taparsa, yəni imkanı olarsa, həcc ziyarətinə getməlidir demiş olur, gözəl insanlar. Qurban ibadəti də bu ziyarətin tərkib hissəsidir. Bütün həcc ziyarəti başdan ayağa bütün simvollar, yəni evindən çıxmış, ta Kəbədən tutmuş, səyə qədər, orada nə qədər səy etməyə qədər, orada nə qədər ibadət çeşidləri varsa, hamısı bizə la ilahe illallah, tövhid inancını öyrətmək üçündür. Gözəl insanlar. Yəni, Qurban ibadəti həm də nə üçündür? Bizə tövhid inancını öyrədir. Deyir ki, Allah'tan başqa ilah yoxdur. Ey insan, təslimiyyət Allah'adır. Bir şey mi istəyirsən? Bir şeye ihtiyacın mı var? Qulluğun mu var? Allah'a olsun. Allah səni görür, bilir və eşidir. Bizə deyir ki, ən böyük zülm şirkdir. Allah'a əsla ortaq qoşmayacaqsınız. Qurban ibadəti bizə bunu öyrədir. Həm də deyir ki, qurban ancaq Allah rızası üçündür. Qızım üçün, oğlum üçün, əmim üçün, həyat yoldaşım üçün, özüm üçün qurban yoxdur. Qurban yalnız və yalnız Allah rızasını qazanmaq üçündür. Ona görə qurban ibadəti də bizə tövhid inancını inşa eləməyi öyrədir. Ki, ey insan, qurbanını da ancaq, əgər qurban kəsəcəksənsə, qurbanını ancaq Allahın rızası üçün kəs. Qurban ibadəti bizə, gözəl insanlar, Həzrəti İbrahim və onun ailəsi üzərindən elçiləri tanıdır. Bütün elçilərin müsəlman olduğunu söylüyor. Yəni, bütün elçilər Allah'a təslim olmuşdur. Bütün elçilər eyni dəyərləri təbliğ edirlər.
tövhid inancını təbliğ edirlər. Hamısı la ilahe illallah deyir. Hamısı Allah'a təslim olmuşdur. Bütün elçiləri ancaq Allah seçir. Eyni zamanda elçilər tövhidi, ədaləti, mərhəməti, ahireti, insanlığı təbliğ eləmişlər. Eyni zamanda bizə öyrədir ki, Həzrəti İbrahim və onun ailəsi üzərindən təslimiyyət, itayət və ibadət ancaq Allah'adır və elçilər bizim üçün örnəkdir. Qurban ibadəti həm də bizə gözəl insanlar Kəbəni tanıdır. Kəbə Allah'ın evidir. Allah'ın evi burada bir mecazdır. Tövhidin simvoludur. Kur'an buyurur ki, Kəbə, dikkat edin bu cümleye, insanların toplanma merkezidir. Bakın dikkat edin, yalnız Müslümanların değil, insanlığın toplanma merkezidir. Müslümanların kıblesidir. Kıble nedir? İstikamettir. Bize ne deyir? La ilahe illallah deyir. Ümmet olun deyir, bir olun. Ayrılmayın, sımsıx sarılın. Aranızda barışı, kardeşliği gücləndirin deyir. İstikametiniz olsun. İstikamet de tövhiddir. Ahirettir. Allah'ın huzurudur. Hamımız yaşayacağıq, öləcəyik, Allah'ın huzuruna gidip hesap verəcəyik. İstikametiniz olsun ey Müslümanlar. Ey insanlar, bir olun, parçalanmayın. Allah'ın ipinden, yani Kur'an-ı Kerim'den sımsıx tutun deyir. Bize bunu öğretir Kəbə. İstikamet öğretir. Mümin istikameti olan, yani doğru yolu olan, hidayet adlı bir derdi, davası, istikamet olan insandır deyir. Güzel insanlar. Kurban ibadeti bize öğretir ki, bakın, yakınlaşmayı öğretir. Yakınlaşmanın da iki yolu var. Bir, bize insanlara yakınlaşmanın yolunu öğretir. Bir de Allah'a yakınlaşmanın yolunu öğretir. İnsanla yakınlaşmanın yolu budur. Bakın, birine salam vermek ya insanları birbirine yakınlaştırır. Sevgi göstermek, değer vermek, hürmet etmek, paylaşmak, kurban etini paylaşmak, merhametli olmak, anlamak, dinlemek, bağışlamak, bir araya gelmek, bir yerde yemek yemek, birbirini sevindirmek, birbirinin dar gününde, hoş gününde birbirini yanında tutmak, yanında olmak, sevincine, kederine şerik olmak, kapısını açmak, yardım eləmək, kurban etini paylamak insanları birbirine yakınlaştırmaz mı? Aynı zamanda kurban ibadeti bize Allah'a yakınlığın yolunu öğretir. Çünkü kurban sözünün manası da yakınlıktır. Deyir ki, tövhid inancına sahip olsan Allah'a yakın olarsın. Yani değerli olarsın. Merhametli olsan, adaletli olsan, insan hakkı ve hürriyetini korursan, insanları barışa, xeyrə, adalete çağırsan, salih emellerin olsa Allah'a yakın olur. Yani kurban iki yönlü iş görür. Yani insanı Allah'a yakınlaştırmağın, yakınlaşma medeniyetini inşa edir, hem de Allah'a yakınlığın yolunu gösterir. Güzel insanlar bize. Aynı zamanda kurban ibadeti bize güzel insanlar. Deyir ki, önemli bir mesaj verir. Deyir ki, yakınlığı için, yani ilahi rızanı kazanmak için ve insanların sevgisini, hürmetini kazanmak için, değerli olmak için kurban vereceksiniz. Yani fedakar olacaksınız. Bakın, tövhid inancı için emek vereceksiniz. Tövhid üzerine gelmez. Adalet için bedel ödeyeceksiniz. Merhamet için çalışacaksınız. Elm için bedel ödeyeceksiniz. Kurban deyir ki, havai elmi yoktur. Havai tövhid yoktur. Havai merhamet yoktur. Sevgi için, barış için, elm için, dirçeliş için, birbirine yardımlaşma için. Bakın, kurban kesmek de bir bedel ödemektir. Hem maddi bedel ödüyorsunuz, hem de aynı zamanda Allah'a sevginizi ispat etmiş olursunuz. Yani kurban deyir ki, kurban vereceksin. Kurban veren yakınlaşacak. Tevhid için enerji vereceksin, emek vereceksin. Namaz bir emek değil, oruç tutmak bir emek değil, kurban kesmek bir emek değil, yaxşılıq eləmək bir emek değil. Yani fedakarlık olmasa, kurban vermeseniz, adalet gelmez, barış gelmez, insanlık gelmez, merhamet gelmez. Ülkenizde, cemiyetinizde, dünyanızda huzur olmaz. Şeyh Nizami'nin dediği kimidir. Zəhmətsiz rəhmət yoktur. Zəhmete talip ol ey insan. Kurban bunu bize öğrenir. Aynı zamanda güzel insanlar. Burada bir suala cevap olarak bunu demek istedim ki, bir kardeşimiz mənə yazıp məndən soruşdu ki, müəllim, mən kurban etinden Müslüman olmayanlara da verebilirim mi? Ona cevap olarak, önemli mesele olduğuna göre cevap olarak, İslam'ın güzel iki prensipini size hatırlatmak istedim. İslam bize öğretir ki, yardıma ihtiyacı olan insanın, dikkat edin burasına,
Milli kimliği soruşulmaz. Etnik kimliği soruşulmaz. Kimdi? Ərəbdi, Türkdü, Farsdı, İngilisdi soruşulmaz. Cinsi kimliği soruşulmaz. Kadındır mı, kişidir mi? Yaşı soruşulmaz. Dini mensubiyyəti soruşulmaz. Məzhəbi kimliği soruşulmaz. Bəs nə edirlər? Ehtiyacı olduğuna göre yardım edirlər. Yəni qurban ətini paylayarkən əlimizdə götürəcəyimiz ölçü əsas Müslüman olup olmamak değil, ihtiyaç sahibi olmaktır. İhtiyaç sahibidirsə güzel insanlar verəcəyik. Allah belə istəyir. Allah bizim qardaş olmamızı istəyir. Barışmamızı istəyir. Paylaşmamızı istəyir. İnsanı mərkəzə qoymamızı istəyir. İnsan varsa və onun ihtiyacı varsa onun kimliğini soruşmadan paylayacaksınız. Ne kadar mümkündür o kadar çok paylayacaksınız. Paylayacağıq, belə deyək. Ve nihayet güzel insanlar, Kurban Bayramı bize bayram təsəvvürü, bayram medeniyetini inşa edir. Bakın bayram medeniyeti bize sevinmek deyir ki, insanın sevinmeye ihtiyacı var. İnsan elə varlıqdır ki, sevinmeye ihtiyacı var onun. Kur'an-ı Kerim buyurur ki, güldüren de ağladan da Allah'tır. Bu insan sevinme medeniyetini, sevinme ihtiyacını necə yerine getirmelidir? Bayramlar bize onu öğretir. Deyir ki, sevinin, sevindirin. Sevindirin ki Allah da sizi sevindirsin. Elinden tutun, paylayın, ihtiyaçları görün. Ne kadar sevindirseniz inanın ki kalbinize o kadar huzur gelecek. Yani bayram barıştır, adalettir. İnsanları, acıları, kimsesizleri, imkansızları hatırlamaktır. İnsan olduğunu hatırlamaktır. Paylaşmaktır, sevinmektir, sevindirmektir, elden tutmaktır, kapıları döymektir. Onun insan olduğunu hatırlamaktır. Ve onun Allah'ın bir emaneti olduğunu hatırlamaktır. Yardım ettiğiniz insanlara Kur'an öğretir ki teşekkür edin. Çünkü siz ona 1 kilo, yarım kilo et vermeyle onun bir günlüğünü xilas edirsiniz. Bir gününü xilas eləmiş olursunuz. Ama o sizin ahiretinizi xilas edir. Çünkü ona göre Allah seni bağışlayar. Buyurur, öyledir. Yani güzel insanlar, bayram bize sevinmeyi, sevindirmeyi, paylamağı, barışmağı, bir araya gelmeyi öğretir güzel insanlar. Bu yönüyle de çok büyük bir iştir bayramlar, güzel insanlar. Ben sizin bayramınızı, əziz Azərbaycan xalqının bayramını ürəkdən təbrik edirəm. Deyirəm ki, yurdumuza barış gəlsin, ədalət gəlsin, xeyir gəlsin, sevgi gəlsin, mərhəmət gəlsin, insan haqq və hürriyyəti gəlsin. Qardaş olaq, bir olaq, ümmət olaq, millət olaq. Vətənimizi, özümüzü, ailəmizi, insanlığımızı sevək, gözəl insanlar. Bir-birimizin dəyərini bilək, gözəl insanlar. Bu əziz bayram günündə mən Qarabağı Rus və erməni zülmündən azad etmiş əziz şəhidlərimizi sevgiyle, saygıyla, duayla yad edirəm. Qazilərə təşəkkür edirəm. Əziz Allah onlara şəfa versin, güc versin, qüdrət versin. Biz əsla və əsla Qarabağı zalımdan və zülümdən azad eden insanları unutmayacağız, güzel insanlar. Onların bizim üzerimizde hakkı var. Azərbaycan xalqının haqları uğrunda, müstəqilliyi uğrunda bugüne kadar mücadele etmiş, şehit olmuş bütün insanlardan əziz Allah razı olsun. Əziz Allah kəsdiyimiz qurbanları qəbul etsin. Bize paylaşmağı, millət olmağı, ümmət olmağı, bir olmağı, qardaş olmağı, barış içinde, huzur içinde, sevgi içinde, mərhəmət içinde, ədalət içinde yaşamağı nəsib etsin. Bayramınız mübarək olsun. Bu günümüz, ayımız, ilimiz, bu dünyamız ve ahiretimiz bayram olsun. Beni dinlediğinize göre size teşekkür ederim. Sağ olun, var olun. Əziz Allah'ın mərhəmətinə emanet olun. Güzel insanlar.